Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə prizmanın səthinin sahəsi, onun müstəvi kəsiklərinə aid olan 5 sualın izahına baxacağıq. Lakin sualların izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim dərslərimizdə iştirak etmək istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq birinci suala. Birinci sualda bizə deyir ki, düzgün beşbucaqlı prizmanın bütün tilləri bərabərdir. Onun yan səthinin sahəsinin 75 kvadrat santimetr olarsa, oturacağının tərəfini tapın. Ümumiyyətlə, prizmanın yan səthinin sahəsi necə tapılır? S yan bərabərdir. P oturacaq vurulsun H. Bax, bu deyir, bərabərdir 75-ə. Əgər bu düzgün beşbucaqlı prizmadırsa və onun bütün tilləri bir-birinə bərabərdirsə, deməli 5 tərəfi var və bütün tərəflərini də A olaraq adlandırsaq, baxın, tərəfinə A desəm, perimetri 5A-ya bərabər olmuş olacaq. Hündürlük də elə tərəfin özüdür, bərabər olur 75-ə. Buradan 5A kvadrat bərabər olur 75-ə, A kvadrat bərabərdir 15-ə. Əgər kvadratı 15-dirsə, deməli A-nın özü kök altında 15 alınmış olacaq. Baxın, mən bu tərəfi A hərfi ilə adlandırmışdım. Bu da elə sonda sizdən üçbucağın tərəfini tapmağınızı istəyir. Deməli, düzgün cavab kök altında 15, yəni testimizin doğru variantı A bəndi olmuş olur. Keçək növbəti suala. Baxırıq ikinci suala. İkinci sualda bizə deyir ki, tam səthinin sahəsi yan səthinin sahəsindən 32 kvadrat metr çox olan düzgün dördbucaqlı prizmanın hündürlüyü 5 metrdir. Prizmanın yan səthinin sahəsini tapın. Baxın, tam səthinin sahəsi S tam bərabər qoymayayım hələ ki. Yan səthinin sahəsindən S yandan. Baxın, 32 kvadrat metr çoxdur. Bu tərəf çoxdursa, deməli zəif tərəf nədirsə, biz onun üzərinə 32 gəlməliyik ki, bərabər olsun S tama. İndi burada yadınıza salaq tam səthin sahəsi düstur. Necə idi? S tam bərabərdir S yan üstəgəl. Burada uşaqlar 2S oturacaq olur həmişə. Düsturun bu hissəsində, yəni bütöv düstur gəlir. Bu hissədə 2S oturacaq olmalıdır. Onda belə çıxır ki, 2S oturacaq bərabərdir 32-yə. 32-ni bölürsünüz 2-yə, tapırsınız ki, S oturacaq bərabərdir 16-ya. Deməli. Bu düzgün dördbucaqlı prizmanın oturacağının sahəsi 16-dır. Bəs oturacağı hansı fiqurdur? Əgər burada düzgün dördbucaqlı sözünü işlədirsə, deməli oturacağı kvadratdır. Kvadratın sahəsi necə tapılır? A kvadrat bərabərdir 16 yazırıq. Yəni A kvadratdan tapılır. Tapırsınız ki, burada oturacağın tərəfi 4 santimetrə, daha doğrusu 4 metrə bərabər olmuş olur. İndi sizdən nəyi istəyir? Prizmanın yan səthinin sahəsini istəyir. Bayaq o düsturu bura yazdım. S yan bərabərdir. P oturacaq, vurulsun H. Oturacağın perimetri nədir? Baxın, 4-dürsə, kvadratdırsa, 4-ü 4-ə vurursunuz, eləyir 16. Vurulsun və hündürlüyü də sizə 5 veribsə, deməli 16-nı da 5-ə vursaq, düzgün cavab 80 kvadrat metr alınmış olacaq. Yəni, testimizin doğru variantı olur B bəndi. B bəndi B variantı. Keçirik növbəti suala. Deməli, 3 bizə nə deyir? Tam səthinin sahəsi 96 kvadrat desimetr olan kubun oturacağın diaqonalını tapın. Kubda tam səthin sahəsi hansı düsturla tapılır? 6 kvadrat bərabərdir 96-dırsa, 96-yı 6-ya bölsəz, A kvadrat bərabər olur 16-ya. Tapırsınız ki, buradan bu kubun tili, yəni 4 desimetrə bərabər olmuş olur. İndi kubun deyir, oturacağının diaqonalı. Təbii ki, kubun oturacağı kvadratdır. Əgər tərəf A-dırsa, onda kubun oturacağının, yəni kvadratın daha doğrusu diaqonalı A kök altı 2-yə bərabər olmuş olur. Onda bu oturacağın diaqonalı 4 kök altı 2 olmuş olur. Yəni testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 4-cü suala. Uşaqlar, burada deyir ki, prizmanın bütün üzləri tərəfi 8 cm və iti bucağı 60 dərəcə olan rombdur. İti bucağı 60 dərəcə olan rombdur. Prizmanın tam səthinin sahəsini tapın. Gəlin bunun bir üzünün sahəsini tapaq. Onsuz da 600 rombdur, vuraq 6-ya. Yaxşı. Yazıram burada S romb bərabərdir. Baxın, bir üzün sahəsi hansı düsturla tapılır? A kvadrat vur sinus alfa. A kvadrat 8-in kvadratı 64. Sinus 60 dərəcədə də kök altı 3 bölünsün 2 qiymətini alır. Və buradan 64 ilə 2-ni ixtisara aparırsınız. Düzgün cavab olur 32 kökdə 3. İndi siz S tamı tapmaq istəyirsinizsə 6 belə üzü var. Yazırsınız ki, S tam bərabərdir 6 vurulsun.
32 kökdə 3. Bu da bərabərdir 192 kökdə 3. Yəni, testimizin doğru cavabı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq 5-ci suala. Deməli, 5-ci sualda bizə deyir ki, düzgün altıbucaqlı prizmanın oturacağının tərəfi 6 cm, yan üzünün diaqonalı 10 cm bərabərdir. Prizmanın yan səthinin sahəsini tapın. Baxın, oturacağının tərəfi 6-dır. İndi yan üzünün də diaqonalını çəksək, bax, yan üzünün diaqonalı olur bu. Burada deyir bərabərdir 10 cm. İndi, düzgün altıbucaqlı olduğu üçün, deməli, burada 90 dərəcə bucağına gəlir. Baxın, Pifaqor teoreminə görə 16, onda hündürlüyü nəyə bərabər olmuş olacaq? Hündürlüyü 8-ə bərabər olmuş olacaq. Hündürlüyü də tapdınız. İndi prizma yan səthinin sahəsini istəyir. Yenidən düsturu yazıram ki, düsturları əzbərləyək. P oturacaq vurulsun H. Oturacaq düzgün altıbucaqlıdır. Bir tərəfi 6-dırsa, bütün perimetr 6 dəfə 6, yəni 36-ya bərabər olmuş olacaq. Və hündürlüyü də 8-dirsə, 36-nı 8-ə vuranda düzgün cavab 288 alınmış olur. Yəni, testimizin doğru variantı olur A bəndi, A variantı. Belə. Bu da bizim sonuncu sualımızın izahı idi. Ümid edirəm ki, hər bir sual bizə tam şəkildə aydın oldu. Bir daha xatırlatmaq istəyirəm ki, sizlər də bizim dərslərimizdə iştirak etmək, bu dərslərdən faydalanmaq istəyirsinizsə, bax, ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.